Sosial media üzərindən olan tanışlıqlara necə baxırsınız? Sizcə adi bir tanışlıq həyatınızı nə dərəcədə dəyişdirə bilər? Mövsüm Əmraslanın qələmə aldığı Yarım qalan İstanbul romanında baş xarakterlərimiz Facebook sosial şəbəkəsi üzərindən tanış olurlar. Əfsunkar gözəlimiz Elfida və ona mesaj yazmaq üçün bəhanə axtaran Mövsüm. Bir gün ad günü təbriki yerinə Mövsüm yeni il təbriki yazır və Elfidanın bu diqqətini çəkir. O ona gülüş smayliklər atır. Zamanla bir-birinə bağlanmaya doğru davam edir. İki fərqli ölkədə yaşayan insanı isə İstanbul şəhəri birləşdirir. Mövsüm Elfidanın zəngin bir ailədən gəldiyini bildiyi üçün İstanbulda ona daha gözəl bir həyat yaşatmaq istəyir. Bura getmək üçünsə təbii ki, Mövsümə pul lazımdır. Amma Mövsümün pulu yoxdur, çünki çətin bir vəziyyətdədir. O sadəcə bir bank işçisidir. Mövsüm də nə edir? Təbii ki, gedir bankdan zimmətinə para keçirdir. İndi gələcəklər, türkcə danışdı. Öz hesabına pul keçirdir və onun düşündüyü məbləğdən daha böyük pullar oynayır ortada. Çünki o bunu tək etmir və güvəndiyi dostu ilə edir. Amma hər güvəndiyimiz dağlara qar yağdığı kimi Mövsümün də güvəndiyi dağlara qar yağır. İlk səhvi qumar oynayan birisinə güvənməklə edir. Nəticədə bankdan 100.000 pul çıxarılır, amma bu pulun sadəcə 20.000-i Mövsümün hesabına gəlir. Mövsüm Elfida ilə İstanbulda görüşür, gözəl bir an yaşayırlar olar. Amma gün gəlib Mövsüm Azərbaycana geri qayıdanda heç də gözlədiyi kimi olmur. Çünki aeroportda polislər tərəfindən saxlanılır. Polisə müqavimət göstərdiyi zaman isə döyülür. Amma bu döyülmənin nəticəsində heç gözləmədiyi bir hadisə baş verir. Polislərdən biri ölür. Bu bankla bağlı olan hadisələr nəticəsində üstünün örtülməsi üçün bütün günahı Mövsümün üstünə yıxırlar və Mövsüm demək olar Azərbaycanda terrorist kimi tanınır. Kitabdan sadəcə bura qədərini danışacağam. Bu isə kitabın ilk 20 səhifələrindədir, yəni aşırı spoy deyil. Mövsümün evli olduğunu sizə bildirim. Burada mən o tutulduğu hissədə çox sevinmişdim. Həqiqətən çox sevinmişdim. Çünki onu o qədər döyürlər ki, yəni içimin yağları əliyir də o hissədə. Yəni Mövsüm tipik bir kişi xarakteridir. Həyatında qədrini bilməsi vacib olan bir qadın xarakteri var, Mədinə, 2 gözəl uşaqları var, amma o başqa bir əfsunkar gözəl hesab etdiyi Elfidaya vurulur. Öz həyat yoldaşı üçün, öz ailəsi üçün etmədiklərini Elfidaya edir və nəticədə də Allah onun bəlasını verir. Kitabı oxuyarkən həqiqətən əsəbləşdiyim, bəzən ağladığım, bəzən güldüyüm bir çox hissə oldu və həqiqətən həm kişilərin, həm də qadınların bu kitabı oxumağını çox istəyərdim. Bir qadın həqiqətən öz ayaqları üstündə durmağı bacarmalıdır. Öz ayaqları üstündə durmaq demək sadəcə təhsil alıb, həmin universitet diplomunu servantda tozlandırmaq demək deyil. Qadın ən azından bir peşəyə sahib olmalıdır. Öz işini görməlidir. Hər hansı bir kişiyə güvənib sadəcə oturmamalıdır. Çünki Mövsümə güvənən Mədinənin yaşadığı əzab-əziyyəti mən heç bir qadının yaşamağını istəməzdim. Elfida xarakterimiz varlı bir ailədən gəldiyi üçün demək olar bu kitabda ən az əzab çəkən oydu. Amma ailəsi yanındaydı, öz işi var idi, yəni başını qatacağı bir çox şey var idi. Amma Mədinənin ətrafında ona dəstək ola biləcək insanlar yox idi. Öz uşaqlarına məktəb ləvazimatları səhv eləmirəmsə almaq üçün gedib saçını belə kəsdirir. Yəni ki, qadınlarımız belə bir halla qarşılaşmamaq üçün vaxtında öz ayaqları üstündə durmaqları lazımdır. Bizim kişilər çox vaxt deyirlər ki, qadın işləməsin, otursun evdə. Amma yəni ölüm də bir reallıqdır. Qadın kişiyə güvənir, deyir, okey, qalıram, amma sabah o kişi öləndə həmin qadının başına nələr gələcək? Əgər uşaqları varsa, o qadın o uşaqlara necə baxacaq? Artıq heç bir iş görməyən qadın gəlir, həmin an bilmir nə edəcəyini, başını itirir. Ona görə, əziz xanımlar, mütləq şəkildə öz ayaqlarınız üstündə durmağı bacarın. Kişilərə isə buradan demək istəyirdim ki, zəhmət olmasa,
sevdiyiniz insanlara sadiq olmağı bacarın. Əgər bacarmırsınızsa da, kiminsə qızını bədbəxt eləməyin. Bu da belə bir videoydu. Hələlik.